Hər kəs salam. DİM 2025 ətraflı yazılı cavab tələb olunan tapşırıqlara izahını edəcəm. Deməli, qısa-qısa ə, Python proqramlaşdırmadan deməli, dərslikdə yerləşən testlərdən ə, dərslər keçməyə başlayırıq. Deməli, ilk növbədə 101-ci sualdan 107-ci suala can keçəcək, YouTube-a yerləşdirəcəm və bu tapşırığı yerinə yetirmək üçün Python-ın deməli onlayn versiyasından istifadə edəcəm. Deməli, sol tərəfdə biz baxırıq, deməli tapşırıqdır. Sağda mən bunun kodlaşdırılmasını yazacağam. Sonra run düyməsi basmaqla sağ tərəfdə bunun cavabı çıxacaq. Deməli, ilk tapşırığımız 101-ci sualda daxil edilmiş n ədədinin AB parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayan proqramı Python dilində yazın. İlk növbədə biz deməli n dəyişənini yazırıq. N deməli tam ədəd olduğu üçün int-dən istifadə edirik. Input. Hətta bura n bərabərdir yazaq ki, bizə tam aydın olsun. Ardıca biz A ilə B-ni yazmalıyıq. A və B dəyişənini. Bunun üçün mən Ctrl+C və V istifadə edərək tez yazmaq üçün bunları qeyd edib sadəcə n rəqəmini A ilə dəyişirəm. Daha sonra isə B ilə dəyişirəm. Və aşağıda şərt istəyir bizdən. Şərtdə deyir ki, deməli A, B parçasının sağında, solunda və ya daxilində olduğunu yoxlayan proqram. Aşağıda bizə nümunə göstərib. Deməli, biz yazmalıyıq. If əgər A n-dən kiçik bərabərdirsə və n-dən n A-dan böyük bərabərdirsə və B-dən kiçik bərabərdirsə, o halda çap etsin print daxilindədir. Elif və ya n A-dan kiçikdirsə, o halda çap edəcəyik ki, solundadır. Bunu solundadır. Sonu böyükdən yazaq. Solundadır. Sonda isə else. Else-də biz Else-də biz yazırıq ki, else-də artıq heç nə yazmaq ehtiyac yoxdur. Bir dənə çap edirik ki, print sağındadır. Çap etsin ki, sağındadır. İndi proqramı biz işə salırıq. Deməli, n hərfi, yəni birinci bizdə gəlir 5. Enter-i basırıq, sonra gəlir 2, sonra gəlir enter-i basırıq 7. Enter-i basırıq daxilində. Gördüyümüz ki, deməli tapşırıqda nümunədə verildiyi kimi bu verilənləri daxil etməklə biz çıxışa daxilində almalıyıq. Növbəti nümunəni istifadə edək. Run düyməsini basırıq. N hərfi gəlir. -7. Enter düyməsini basırıq. A 2-dir. Enter düyməsini basırıq. B 7-dir. Enter düyməsini basırıq. Solundadır. Növbəti nümunəni istifadə edək. 15. Enter düyməsini basırıq. A 2-dir. Enter düyməsini basırıq. B 7-dir və cavab olaraq sağındadır çıxır. Bu tapşırığı biz yerinə yetirdik. Keçirik 102-ci tapşırığa.
102-ci tapşırıqda deməli deyir ki, 2-dən böyük n natural ədədi daxil edilmişdir. 2-dən böyük olsun. N ədədindən əvvəlki cüt ədədi çap edən proqramı Python dilində yazın. Bunu pozuruq. Deməli, yenə yazırıq. N bərabərdir int input deməli bunu deməli əgər n bizdə cütdürsə, cüt ədəddirsə, o halda biz deməli tutaq ki 10 gəlibsə, ondan əvvəlki cüt ədəd tapmalıyıq, düzdürmü? Yazacaq a bərabərdir n minus 2. N minus 2. Else yəni cüt ədəd, tək ədəddirsə a bərabərdir n minus 1. Yəni əgər 7 gəlibsə, bir dənə əvvəlki cütdür də, olacaq 6. Və sonda biz çap edirik. Run. Deməli biz bir ədəd daxil etməliyik, 2-dən böyük. Deməli özündən əvvəlki cüt ədədi göstərsin. Məsələn 8 daxil edirəm, enter basıram, 6-nı göstərdi. Yenə 7-ni daxil edirəm, özündən əvvəlki cüt ədədi göstərsin, o yenə 6 olacaq. Məsəl üçün 11-i basıram, məndə gəlməlidir 10. 10 gəldi. Daha sonra yenə misal üçün 16-nı basıram, 16-nı daxil edirəm, 14 gəlməlidir. Enteri basıram, 14 gəldi. Və bu tapşırıqda biz yerinə yetirmiş olduq. Növbəti sual keçirik. Növbəti sualın 103-cü sualdır. 103-cü sualda deyilir ki, klaviaturadan daxil edilən 4 rəqəmli natural ədədin ilk 2 rəqəmini və son 2 rəqəmini olduğu ardıcıllıqla əmələ gətirdiyi klaviaturadan daxil edilən 4 rəqəmli natural ilk 2 rəqəm və son 2 rəqəmin daxil rəqəminin olduğu ardıcıllıqla əmələ gətirdiyi ədədlərin bir-birinə bərabər olub olmadığını müəyyən edən proqramı Python dilində yazın. Yəni girişdə 12-12 yazıb bu bərabərdir. Düzdürmü? 56-65 bərabər deyil. Deməli yazırıq. N bərabərdir int input. Deməli biz neynəməliyik? Biz deməli n-in 4 rəqəmli ədədi 2 yerə ayıracağıq da. Əvvəlcə sağda olan, mən göstərim bir dənə burada sizə. Ya da yazaq bir dəfəmlik. Deməli A bərabərdir. A dəyişəninə mənimsədirəm. N bölünsün 100. Bu tam hissəni götürür də. Yəni 4 rəqəmli 2 hissəyə böləndə, məsəl üçün əgər 56-65-dirsə, bunu bu formada biz 100-ə böləndə 56 hissəsini götürür və əgər biz digər B-yə mənimsədək, n-i faiz 100-ə böləndə qalıq hissəni götürür də, düzdürmü? Bu halda isə bizə məsəl üçün 56-65-dirsə, bu göründüyü kimi 65 hissəsini götürür. Daha sonra biz şərt daxilində yoxlayacaq. Əgər A bərabər B-dirsə, o zaman çap etsin ki, bərabərdir.
bərabərdir. Əks halda else çap etsin ki, bərabər deyil. Bərabər deyil. İndi yoxlayaq. Daxil edirik 12, 12. Bərabərdir. Daxil edirik 56, 65. Bərabər deyil. Və yaxud da 11, 11. Bərabərdir. 11, 11, 1, 1, 1, axıda 2. Bərabər deyil. Yəni bu proqram tərtib olub yalnız 4 rəqəmli natural ədədlər. Əgər daha çox və yaxud daha az rəqəm istifadə etsəm, işləməyəcək. Növbəti sualı keçək. Deməli, klaviaturadan 104-cü sual. Klaviaturadan daxil edilmiş 3 rəqəmli tam ədədin modulunun rəqəmlərinin kubları cəmi ilə rəqəmlərinin kvadratları cəminin fərqini çap edən proqramı Python dilində yazın. Gözəl. Yazaq. Deməli, bu bizdən istəyir ki, biz həmən modulunu tapaq. Deməli, ilk növbədə biz əvvəl yazırdı ancaq int input yazır. Bu dəfə ABS int input. Çünki bizdən modul istəyir, düzdürmü? Yəni mənfi olsa da müsbət olsun. 3 rəqəm tamamın kubları cəmi. Deməli, bizdə əgər cəm istəyirsə, biz ilk növbədə biz S dəyişəni daxil edib bunun qiymətini 0 qoymalıyıq. Çünki biz bunu cəmləyəcəyik. Daha sonra biz bunu dövrə salmalıyıq. Yəni while n üzr istəyirəm, 0-dan böyük olduqca R dəyişəni əlavə edirəm. N-i deməli mən axtaracam kublarında. Əvvəlcə deməli necə eləyirəm? Klaviatın daxil 3 rəqəmli tam ədədin kubları cəmini, rəqəmlərini, əvvəlcə rəqəmləri ayırmalıyam. Deməli, necə ayırıram? Deməli, əvvəlcə 10% bölməklə sağdan ayıracam və onu kubuna vurmaqla S-ə əlavə eləyəcəm. Deməli, n faiz 10. Düzdürmü? Sonra S bərabərdir. S üstə gəl, əlavə eləyirəm. R-in kubunu N-in üzərinə gəlirəm. N-də indi isə mən burada hər dəfə qiyməti azalda gedəcəm. Gedəcəm ki, N 0-dan kiçik olana qədər bu dövr işləsin. Sonda isə mən bunu çap edəcəm. Print N. Mən bunu sizə göstəreyim və bu necə işləyəcək. Baxın. Misal üçün, daxil elədik. Tutaq ki, 124. 124 rəqəmi, düzdürmü? 124 gəldi. 124 gələndə biz R-ə bunu böləndə, bunu olacaq qiyməti 12. Düzdürmü? Yox, üzr istəyirəm. Burada 4 olacaq. Qiyməti olacaq 4. Çünki buradan sağdan ayırır da. R-in qiyməti olacaq 4. S bərabər olacaq. S-in qiyməti 0 idi. R-in kubudan, yəni 4-ün kubu. Sonra düşür aşağı. N-in qiyməti olacaq bu dəfə 12. Bu dəfə 12 ilə daxil olacaq.
12-ni yenə 10% eləyəndə bu dəfə 2-ni ayıracaq da. Bu dəfə 2 düşəcək. Sonra üzərinə gəlirik bunun 2-nin kubunu. Daha sonra 12-ni burada deməli 12 olmuşdu. Bu dəfə isə 12-ni 10-a böləndə olacaq 1, 1. Bu dəfə 1 qalxacaq yuxarı. 1-i də deməli 10-a faiz böləndə burada yenə 1 qalır. Yəni qalıq hissə 1-dir. 1-i 10-a böləndə qalıq 1-dir. Bu dəfə üzərinə gələcək 1-in kubunu. Və bunu cəmləyəcək. Sonda isə 1-i 10-a bu formada böləndə 2 qoşa xəttinə. Bu 0 olur da. Yəni 0 tam. Tam hissə nədir? 1-i 10-a böləndə tam hissə 0-dır. 0 0-dan böyük olmadığına görə dövrdən çıxacaq. Və ona görə S-in sonuncu qiyməti bu olacaq. Yəni 4 üstü 3 üstə gəl 2 üstü 3 üstə gəl 1 üstü 3. Düzdürmü? İndi 4 üstü 3 2 üstü 6 deməkdir. 64 üstə gəl 9. Eləcə 73. İndi gəlin proqramda tətbiq edək bunu. Baxın. Run edirəm. 124 100 neçə yazmışdıq? 124. 124 yazıram. Cavab 0 oldu. Neyəsə görə. Mən bura N yazmışam. S yazmalıyam. Print S olmalıdır. 124. Cavab 73. Və yaxud da gəlin yazaq 70 753 Kelvin 476. Yəni ədədin kubları cəmini hesablayır. Ədədin rəqəmlərinin kubları cəmini hesablayır. Növbəti sualı keçək. Deməli 105-ci sual. 105-ci sualda deməli tərəflərinin uzunluğu verilmiş üçbucağın növünü bərabər tərəfli, bərabər yanlı və ya müxtəlif tərəfli müəyyənləşdirən proqramı Python dilində yazın. Deməli C yazırıq. Input sonra ABC olmalıdır bu. ABC. 3 dənə tərəfi. Tərəflərin uzunluğu verilmiş üçbucağın. Yəni 3 dənə tərəfi olmalıdır üçbucağın. A'dır. Olsun B, bu da C. Tutaq ki, bunu belə yazaq da, bilmək üçün bu A bərabərdir. B bərabərdir. Və C bərabərdir. If A bərabərdir B-yə, o da bərabərdir C-yə, onda çap eləsin ki, bərabər tərəflidir. Bərabər tərəflidir. Elif deməli A bərabərdirsə B-yə or və ya A bərabərdirsə C-yə və ya B bərabərdirsə C-yə, o halda, yəni 3 tərəfdən ikisi bir-birinə bərabərdirsə, çap etsin ki, bərabər
yanlıdır. Əks halda son olaraq else bu şərtlərin heç biri ödənmədikdə çap etsin ki müxtəlif təriflidir. Müxtəlif təriflidir. İndi işə salaq proqramı. Deməli, birinci gəlir A. Tutaq ki 4, 5, 6 müxtəlif tərəflidir. Sonra 4, enter, 4, 6 bərabər yanlıdır. 4, 4, 4 bərabər tərəflidir. Yəni 3 halın 3-ü də işləkdir. Yəni bu bizdə də oldu 105-ci sual. Son olaraq bu iki sualda işləyib videonu bitiririk. Deməli, klaviaturadan daxil edilmiş natural ədədin 6-ya bölünməsini yoxlayan proqramı Python dilində yazın nəticə ekrana şərtdən asılı olaraq hə və ya yox kimi çap edilsin. Bu çox asandır əslində. Inputu saxlayıram. Daxil edilmiş 6-ya tam bölən. Deməli, n olsun bu. N ədədi daxil edirik. Əgər n 6-ya da qalıqsız bölünürsə, çap etsin hə. Əks halda çap etsin yox. Dırnaq yaddan çıxdı. Yox. İşə salaq. Run. Deməli, yazırıq məsələn 36. Hə. 37. Yox. 42. Hə. 56. Yox. 120. Hə. 126. Hə. 128. Yox. Yəni bu da aydındır. Sonuncu olaraq 107-ci sual. Deməli, klaviaturadan daxil edilmiş 4 rəqəmli natural ədədin ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini, əks halda onların cəmini çap edən Python dilində proqramı yazın. Yazaq. Deməli, yenə n bərabərdir input. Bu dəfə biz sətir tipli yazırıq. Niyə görə? Çünki mən bu rəqəmləri bir-birindən ayırmalıyam. Ayıranda mən nədən istifadə edəcəm? İndeksdən istifadə edəcəm. Ona görə yazıram. Deməli, ortasındakı deməli 4 rəqəmdirsə, mən bunu göstərim sizə. Dəqiqə. Bunu silin. Deməli 4 rəqəmdirsə, fikir verin. 1, 2, 3, 4. Düzdürmü? Burada mən indekslər necədir? 0, 1, 2, 3. Mənə lazımdır ki, ortasındakı da, düzdür. Ortasına hansı indekslər düşür? Birinci indeks, bir də ikinci, bir də göstərirəm. Tutaq ki, 56, 63 ədədi. 4 rəqəmli ədəd. Ortasındakı ədədlər hansı indeksə düşür? Deməli, sıfırdan başlayıb sayanda birinci və ikinci indekslər götürürəm də, düzdürmü? Ona görə yazıram. A bərabərdir. Və bunu deməli, əvvəlcə götürüm. N-in hansı? N-in deməli, birinci indeksini götürəcəm. Birinci indeks. Sonra
B-yə də qoyacağam. B mənimsədəcəm. N-in ikinci indeksini. Sonra mən bunu çevirməliyəm ədəd tipinə ki, mən bunu hesablaya bilim də, düzdürmü? Çünki deyir ki, klaviaturun daxil 4 rəqəmli ədədin ortasına 2 rəqəmin əmələ gətirdiyi ədəd təkdirsə, onların hasilini, mən əgər bunları hasil edirəmsə və yaxud da cəmlə edirsəmsə, mən bunu ədəd tipində etməliyəm. Çünki sətir tipində bunları əməliyyat eləmək olmur üzərlərində, yəni riyazi əməllər etmək olmur. Ona görə ədəd tipinə çevirməliyəm. Qarşısına int yazıram. Sonra nə edirəm? Deməli, C-yə C bərabərdir. Int yenə yazıram. N birinci. Üzərinə gəlirəm. N 2. Rəqəmlərin ədədlər təkdirsə, onların əksiyalda onların cəmi. If şərtinə daxil edirəm. Deməli, C bunların əmələ gətirdiyi ədədlərin yəni bunları mən birləşdirirəm və intə çevirirəm də, düzdürmü? Bu ədəd, yəni C necə yoxlayır? 2-yə bölüb, deməli, əgər qalıq 1-ə bərabərdirsə, olacaq tək ədəd. Əgər tək ədəddirsə, çap eləsin bunların hasilini çap eləsin. Yox, əgər bunlar cütdürsə, onda çap eləsin bunların cəmini. A üstəgəl B. Düzdürmü? Yoxlayaq indi. Məsəl üçün yazılıb ki 2345. 2345-də deməli bunların 34 deməli tək cüt ədəd olduğuna görə onları cəmləyib də 3-ün üstünə 4 gəlib olub 7. Yazaq 2345 7-dir, düzdür? Sonra 5031 tək ədəddir. Tək ədəd olduğuna görə 0 vurub 3-ə olub 0. O da düzdür. 9536. Deməli 5 üstə gəl 3 cüt ədəddir. Ona görə onların cəmini hasilini hesablayıb. Deməli 9536. 5-i vurur 3-ə olur 15. Bu qədər. Növbəti videoda davam eləyəcəm. Əgər bəyənsəz mənə dəstək ola bilərsiniz, like qoya bilərsiniz. Hələlik bu qədər. Sağ olun. Növbəti videoda görüşəndək.